Bakı küləkli şəhərdir. Külək olan yerdə tozun olması isə təbiidir. Amma bəzən elə olur ki, külək olmayanda belə toza batırsan. Yolla üst açıq şəkildə aparılan daş torpaq belə şərait yaradır. Mövzunu əməkdaşımız Vəfa Təyyarqız davam etdirəcək. Hazırda az qala paytaxtın bütün ünvanlarında təmir tikinti işləri aparılır. Həmin tikinti obyektlərinə zəruri olan materiallar isə yük maşınları vasitəsilə daşınırlar. Bəzən onlar heç bir daşıma qaydalarına riayət etmirlər. Xüsusilə də tent örtüsü olmadan yola çıxırlar. Bu isə hər an baş verə biləcək qəza şəraiti deməkdir. Maşının içindəki tikinti materialları bir başqa avtomobilin üzərinə düşə ya da yoldan keçənin xəsarət almasına səbəb ola bilər. Problem tək bununla bitmir. Tentsiz yük maşınlarındakı qum, torpaq küləkli havada ətrafa səpələnərək sağlamlığa da ağır təsir göstərir. Ekspertlər hesab edirlər ki, iri qabaritli avtomobil sürücüləri heç bir halda xüsusi örtük olmadan yola çıxmamalıdır. Təcrübə göstərir ki, reydlər kifayət deyil. Mən düşünürəm ki, şirkətlərin üzərində olan məsuliyyəti daha da gücləndirmək lazımdır və əgər lazımdırsa, şirkət rəhbərliyinin də qarşı bu cəza sanksiyaları tətbiq olunsun. Ən azından şirkət rəhbərliyi bu məsuliyyəti güclü şəkildə məlum olsa, yəni bəyan edilsə, gücləndirilsə, onlar da sürücülərdən bunu tələb edirlər ki, sürücülər deyək, həmin o tikinti materiallarını daşıyarkən mütləq texniklərdən istifadə olunsun. Baş çəkdiyimiz daş bazarında fərdi şəkildə fəaliyyət göstərən yük avtomobil sürücüləri isə bu məsuliyyəti dərk etdiklərini deyirlər. Düzdür, bazardan yola çıxacaq maşınların heç birinin üzərində tent görməsək də, sürücülər cərimələnməmək üçün bu qaydaları gözlədiklərini bildirdilər. Trasa çıxanda onun yükün vurub bağlayırıq, tent deyirik, çadırından bağlayırıq, çıxırıq yola. Yəni yola çıxanda tenti olur üstündə. Hökmün, yoxsa cərimə, nə pul qazanır ki, onda belə cərmiyə. Tentsiz o əvvəllər olubdur, cərimələnmişik, ondan sonra ona yol vermirik ki, ona görə ki, elə bir qazanç yoxdur ki, onun cərimələri də böyükdür də bilirsiniz. Nə qədər cərimədir hal-hazırda? Heç olmasa 80, 90, 100 manat cərimədir. Məsələyə Bakı şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Vaqif Əsədov da münasibət bildirdi. Şöbə müdiri gün ərzində 2-3 belə yol hərəkət qaydalarını pozan sürücülərin saxlanıldığını dedi. Onun da əlavə etdi ki, ilin əvvəlindən bugünə kimi təxminən 300-ə yaxın bu cür sürücü məsuliyyətə cəlb olunub və onlara cərimə tətbiq edilib və bu proses davamlı olaraq aparılacaq. Tikinti materiallarının xüsusi qablaşdırma olmadan daşınmasına görə saxlanılmış sürücü 50 manat məbləğində cərimə ödəməli olur. Hər halda təyin edilmiş cərimə məbləğindən asılı olmayaraq faizlərə qədər mütləq cərimələr ödənilməlidir. Əks halda alternativ tədbirlər görülür, daha ciddi tədbirlər tətbiq edilir. Sürücülüyü bundan məhrum etmə məsələləri ortaya çıxır. Hər halda cərimələr az deyil, ona görə də pulunu daşdan çıxaran sürücülər yola çıxarkən müvafiq qaydaları gözləməlidirlər.